Bugün Azərbaycanda növbəti və növbədənkənar prezident seçkiləri oldu. Kimin prezident seçildiyini bəndələr yalnız güman eləsələr də, bülletenlər və Allah artıq bilir. Və biz də intuitiv hökmlə prezidentə namizədlərdən birindən, Heydər Əlirzoğlu Əliyevdən intervyu aldıq. Bacardığımız qədər siyasətdən uzaq, iqtisadiyyatdan iraq. Salam Heydər müəllim. Salam aleyküm. Yorulmamışsınız ki? Yox, yorulmamışım. Ümumiyyətlə sizin iş rejiminiz mənim üçün çox maraq doğurur. Ne iş rejimim mən? Gərgindir iş rejimim. Çox işləmək lazım olur. Ona görə gündüz də işləyirəm, axşam da işləyirəm, gecə də işləyirəm. Amma bütün bunlara baxmayaraq nahar eləməyə həmişə evə gedirsin nedənsə. Bu Naxçıvanda da belə oldu mənim bildiyim. Bəli, mən evdə nahar edirəm, çünki bir dəfə mən bütün gün ərzində yemək yeyirəm. Ona görə də evə gedirəm, bəli. 1990-cı ildə siz SVKP sıralarını tərk eləmişdiniz. Bəli. Bu Komünist Partiyasına, komünist ideallarına olan inamınızın süqut eləməsi ilə bağlıdır, yoxsa hər hansı şəkildə siyasi protest aktı tezahür eləmişdi? O da var, o birisi də var. Çünki mən o vaxt Komünist Partiyasının xüsusən rəhbərliyində çox kobud səhvlərin mövcud olduğunu gördüm və Komünist Partiyasının sıralarında olduğum vaxtda o səhvlərlə mübarizə etməyə çalışdım, ancaq mən bir şeyə nail ola bilmədim. Və nihayət Komünist Partiyasının, Sovet İttifaqı Komünist Partiyasının Azərbaycan xalqına qarşı ədalətsiz hərəkətlərinin şahid oldum, bu məni incitdi. Və o zaman Azərbaycan Respublikasında komünist rəhbərliyinin öz xalqına qarşı ədalətsizlik və xəyanətkar hərəkətini də gördüm. Və bunların da əleyhinə çıxmaq istədim, ancaq məni o vaxtları mənə imkan vermirdilər. Hətta mənə qarşı repressiya tədbirləri də görürdülər. Hətta mənə mətbuatda belə çıxış etməyə də imkan vermirdilər. Bunların hamısı birlikdə məni belə fikrə gəldi ki, artıq belə bir partiyanın sıralarında mən qala bilmənəm. Və mən o vaxtlar dəfələrlə də demişdim ki, Komünist Partiyası artıq hakimiyyətdən getməlidir. Komünist Partiyası nüfuzunu itiribdir. Mənim bu sözlərimi nə Azərbaycanda, nə Moskvada fikir verən olmadı. Mənim də bir yolum vardı ki, bu Komünist Partiyasına düşür, mən də çıxdım. Bütün dövrlərdə siyasi xadimlərin Axilles davanını da, İmam Hüseyin boğazını da onun ətrafındakı adamlar hesab ediblər. Siz öz ətrafınıza sədaqətlə onların, tam mənada siz sədaqətinə inanırsınız? Bilirsiniz, siz dünyada necə olub, tarixdə həmişə də belə olubdur. Mən dünyanın dəyişən adam deyiləm ki. Əgər yadınızdadırsa, Ayaz Mütəllibov hakimiyyətdə olarkən biz Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olmuşduq. Onda biz xəbərçi proqramı üçün sizdən 15 dəqiqəlik, daha doğrusu Naxçıvan Muxtar Respublikasından 15 dəqiqəlik veriliş hazırlamışdıq və siz orada 6 dəqiqəyə yaxın danışmışdınız. Onda siz bizim kadr qıtlığı keçirirsiniz sualımıza cavabınızı belə əsaslandırmışdınız ki, Leninlə gərək kimi salınan. Mənim başqa kəndlərim yoxdur. Bugün necə? Təzə kəndlər tapdısınız, yerlə köhnə kəndlərlə işləməyə sadəcə olaraq məcbursunuz. Bilirsiniz, nəyimiz var odur. Əlbəttə ki, mən istəyərdim ki, bizim kadrların səviyyəsi daha da yüksək olsun. Mən vaxtilə Azərbaycanda işləyən devr və bir uzun devr mən Azərbaycan Respublikasını rəhbərlik etmişəm. Ən çox kadrların həm elmi, həm təcrübəvi, həm iqtisadi səviyyəsinin artmasına çalışmışam və xüsusən kadrların mədəniyyət nöqteyi nəzərindən, yəni mədəni səviyyəsinin artmasına çalışmışam. Mən istəmişəm ki, Azərbaycan Respublikasının kadrları müasir tələblərə uyğun adam olsunlar, intellektual səviyyəli adamlar olsunlar. Mən bu yolda çox çalışmışam və bugün də çalışıram, sabah da çalışacağım, ömrün axırına qədər də çalışacağım. Çünki mən öz xalqımı çox sevirəm və xalqımı həmişə səviyyəli görmək istəyirəm. Ancaq mən nə qədər çalışsam da nə mümkün də ona nail oluram. Deyir, adam başından yuxarıya hündürdən qalxıb sıçraya bilməz. Deməli, bütün bu çalışkanlığın sonunda yəqin ki, real nəticə var. Artıq biz umud edə bilərikmi bizim konkret perspektivli, gələcəyinə inamla baxa biləcəyimiz siyasətçilərimiz var? Bilirsiniz, siyasətçi çoxdur. Və indi son illərdə vəziyyət belə yaranıb ki, hər adam siyasətçi olmaq istəyir.
son illərin təcrübəsi siz bunu gördünüz. Bir var ki, həqiqi siyasətçi o adamdır ki, o siyasəti bilir, dünya siyasətini bilir, elmi bilir, yəni bu hüquq elmlərini bilir, siyasi elmləri bilir. Dünya siyasətini təhlil etməyə imkanı var, həm tarixi, həm müasiri və beləliklə də siyasi fəaliyyət aparır. Amma indi son dövrdə elə bir Azərbaycanda deyil, bizim geçmiş Sovetlər İttifaqının başqa regionlarında da meydana elə adamlar çıxıblar ki, özlərini siyasətçi adlandırırlar, amma siyasət nə olduğunu bilmirlər. Mən isə istəyirəm ki, Azərbaycanda səriştəli, eyni zamanda mədəni səviyyəli, intellektual səviyyəli siyasətçilər olsun. Belə siyasətçilər azdır. Mən istərdim ki, bunların sayı artsın. Amma hər halda var və yəqin ki, belə bir cümlə işlətmək, söz birləşməsi işlətmək qəbahət olmaz. Tutalım, demək olarmı ki, Azərbaycanda Əliyev siyasi məktəbini yetirmələr və ya belə yetirmələr varsa, siz onlardan bir ikisinin adını çəkərsiniz? Bilirsiniz, mən çox çalışmışam buna. Bu məsələdən ötürü mən sizə dedim, çox çalışmışam. Ancaq nəyə nail olmuşam, olmamışam, bunu indi deyə bilmənəm. Hər halda güman edirəm ki, xalq siyasətçisiz qalmayacaqdır. Hətta biz cavanların diqqətə doğuracaq dərəcədə Heydər Əliyev yaddaşı söz birləşməsinin, bəlkə də artıq sabit söz birləşməsinin qarşısında müəyyən məqdərdə donuq olmağa haqqımız var. Siz bu yaddaşı özünüzə necə tərbiyə eləmisiniz, yoxsa bu Allah vergisidir? Bilirsiniz, mən özümdə heç yaddaş tərbiyə etməmişəm. Görsənir ki, Allah vergisidir. Вы всегда считались противником либерализма. Вы всегда об этом заявляли. Но в то же время вы большой прагматик в политике. Скажите, ваше обращение к демократической форме правления, из чего оно исходит? Это веление времени, либо вы на самом деле считаете, что для нынешнего Азербайджана, кроме демократии, нет других методов руководства? Мне кажется, что вы путаете понятия либерализм и демократия. Демократия – это не либерализм. И либерализм – это не демократия. Демократия – это свобода. Человек свободно выбирает и свободно, в общем-то, определяет свою судьбу, свое положение в обществе, и демократично решаются вопросы. Демократия, тоталитаризм, демократия, диктатура – это антиподы. А либерализм и при демократии, в общем-то, не совсем подходящий, значит, я считаю, что, значит, путь. И либерализм, конечно, и при другом, значит, режиме тоже. Поэтому, когда мы жили, ну, в условиях коммунистического режима, я был против либерализма. Не потому, что я был против демократии, потому что, ну, либерализм – это безликость, вы понимаете? Ну, всепрощенчество. Демократия требует законность. Демократия без законности. Почему же мы говорим демократическое правовое государство? Вы понимаете? Это словосочетание не случайное. Потому что демократия опирается на закон, на право. А там, где право, там нет либерализма. Поэтому у меня никаких изменений в взглядах не произошло. Я, находясь в условиях коммунистического режима, руководствовался принципами коммунистического режима. Но вы, может быть, не помните, даже в те времена я в пределах возможного очень добивался, чтобы дела осуществлялись максимально демократическим путем. Правда, сейчас, вы понимаете, старается все мазать черной краской. Это несправедливо. Либо белый цвет по отношению к вам. Нет, не по отношению ко мне, по отношению вроде вот таким новоявленным демократам. Вот это белые, а все прошлое черное. Вот так это будет точнее. Это неправда.
Вы понимаете, ведь и коммунистическая идеология была основана на демократических принципах, на демократических, на гуманных, гуманистических принципах. Ну, а если потом уже способ управления изменил суть, основу этого демократического принципа, ведь основа социалистической идеи, ну, или если взять, допустим, взять французскую революцию, ведь это же было против тоталитаризма, против тирании, правильно? Поэтому тут все это претерпело трансформацию, и поэтому понятие, значит, уже в какой-то степени люди перепутали. Я и тогда был сторонником демократии, и сегодня. Так что тут ничего удивительного нет. Mən heç bir vaxt bir vəzifə üçün mübarizə aparmamışam. Heç bir vaxt. Və elə gənc vaxtından elə işləmişəm, bir də görüb çağırırlar ki, səni ora qoymaq istəyəcək. Yox, hələ tezdir. Neçə dəfə olub, mənim yadımdadır. 52-ci ildəydi. Mənim 29 yaşım vardı. Məni çağırdılar, Naçalnikim kontrrazvedka da KGB Azərbaycana. Hələ Stalinin vaxtındaydı. Bilirsiniz, bu dəhşətli bir şeydi. O vaxt 29 yaşında belə vəzifədə oturmaq, özü də ki, o vaxtları burada bu KGB, onda KGB idi, MGB deyirlər. MGB-də hamısı Ruslardı, Cuhudlardı, Ermənilərdi filan. Azərbaycanlıları parmağına sayma olardı. Ancaq haqqı demək lazım. Heç kəsimdə yox idi. Mən burada gedib orada patvallarda yaşayırdım onlar, evim də yox idi. Mən çağırdılar ki, sən Naçalnik kontrazvet qoyacaq. Mən dedim, yox, olmaz, mən gedə bilmənəm bura. Oyan, gəldim, oturdum, gecə fikirləşdim. Əşi, mən nə cürə bu işlər aparıram, bu qotların içində nə cürə mən işləyə bilərəm, nə tər ola bilərəm. Amma sonra mən qoydular. Qoyandan sonra bunlar hamısı mənim əlimin altında elə işləyirdilər ki, elə bil ki, mənlə məşğul. Demək istəyirəm ki, mən heç vaxt vəzifə uğrunda mübarizə aparmamışam, vəzifə hərisi olmamışam, istəməmişəm. İndi də ki, başıma bu iş gəldi, çıxdım, getdim Naxçıvana, bir belə ədalətləri gördüm, hər şeydən incidim. İnsanlardan da incidim, həyatdan da incidim, elə Komünist Partiyasından da incidim, hamısından incidim. Çünki mən bir belə ki, bu Komünist Partiyasına xidmət eləmişdim, mənə bir belə hörmətsizlik elədilər, bundan mən necə razı qala bilərdim. İncidim, çəkildim, kənara getdim, uzaq yerdə oturdum. Ancaq yenə də məni həyat dartdı gətirdi. Və həyat dartdı gətirdi, gəldim o adamlarla rastlaşdım hamısını. Mənim onların qarşısında üzüm açıqdır, ağdır. Heç kəsin qarşısında hiçbir şey yoxdur. Çünki heç bir kəsə bir pislik eləməmişəm, heç bir kəsin həyatına bir pis iş görməmişəm, hamısına kömək eləmişəm, hamısına vəzifə vermişəm, hamısına ev vermişəm, hamısına nə bilim cürbəcür şəraitlər yaratmışam, filan eləmişəm. Birindən bir kəpək mən pul görməmişəm, yəni mən görmək də istəməmişəm, mənim xasiyyətim olmayıbdır. Biri deyə bilməz ki, Heydər Əliyevə mən bir dənə şəxsi xidmət eləmişəm, hiçbir şey yox. İndi bunu deyəndə bəzi adamlar da təəccüblənir. Məsələn, mən əgər indiyə qədər bu Bakıdakı evlərin yarısından çoxunu mənim vaxtımda tikilib, mənim yaşamağa yerim yoxdur. Bu Daosizm fəlsəfəsində belə bir şey var ki, insanlar əvvəl özlərini lider seçirlər, sonra onu dəhşətli dərəcədə vurulurlar, sevilirlər və günlərin bir gün bu sevgi qorxuya çevrilir. Və sonra bu qorxu əsasında ondan qorxmağa başlayırlar. Və bu zaman şəxsiyyətə pərəstiş başlayır. Sizin ümumiyyətlə şəxsiyyətə pərəstişə münasibətinizi mən Naxçıvanda kəmin söhbətlərindən bilirəm. Amma çox istəyirəm ki, şəxsiyyətə pərəstişə öz fikirlərinizi açıqlayasınız. Çünki o vaxt Naxçıvan Muxtar Respublikasına bağlı verilişimiz kifayət qədər məhdud auditoriyada göstərildiyindən mən istəyirəm Heydər Əliyevin şəxsiyyətə pərəstiş məsələsinə münasibətini biraz açıq şəkildə bütün Azərbaycan işitsin. Siz o məndən olan söhbətə ümumiyyətlə cavab verə bildiniz yoxsa? Verdik. Mən inanmıram ki, buraxmış olsaydı. Yox, belə tərcümə burası dedi ki, biz Ayaz Mütəllibovun dövründə həmin 15 dəqiqəlik verilişin bir cümləsini də demək olar, yalnız o vaxtla bağlı ixtisara çıxma şərtindən dəyişmədən Nəzər verilmişdir. olmuş onu verdilər. Biz müstəqil telekompaniya Heydər müəllim. Bilirsiniz, mən şəxsiyyətə pərəstişliyin əleyhinəyəm. Çünki şəxsiyyətə pərəstişlik bəzən əcaib hallara gətirir, çıxardır. Bunu artıq biz tarixdə görmüşük. Ancaq iş burasındadır ki, şəxsiyyəti də inkar etmək olmaz. Bilirsiniz, bu bizim 20-ci əsr tariximizi götürsəz, xüsusən bu Sovet devrində ilk dəfə biz şəxsiyyətə pərəstişlik demək əhval-ruhiyyəsini
Stalin öləndən sonra, vəfat edəndən sonra bizim cəmiyyətdə tənqid başladı. Çox ciddi tənqid başlandı. Və indiyə qədər də Stalin artıq bir təxminən 40 ildir vəfat edibdir. 40 ildir elə Stalinin şəxsiyyətə pərəstişliyi tənqid olunur. Bu da ədalətsiz bir şeydir. Mən bunu ədalətli hesab etmirəm. Ona görə ki, bilirsiniz, Stalin şübhəsiz ki, böyük şəxsiyyətidir. Ancaq onu o qədər əcayiblaşdırmışdılar ki, sonra insanlar onun o əcayiblaşmış cəhətlərini demək, qabarıq göstərərək onu tənqid edənlər, ümumiyyətcə şəxsiyyətə pərəstişlik məsələsi haqqında cürbəcür yanlış fikirlər yaratdılar. Mən şəxsiyyətə pərəstişliyin əleyhinəyəm, ancaq heç bir cəmiyyət şəxsiyyətsiz yaşaya bilməz. Cəmiyyətdə hamı bir boyda ola bilmədiyi kimi, hamı bir çəkidə ola bilmədiyi kimi, hamının sifəti eyni ola bilmədiyi kimi, hamının ağlı da eyni ola bilməz. Hamının siyasət sahəsində biliyi, başarışığı, səriştəsi eyni ola bilməz. Hamı eyni səviyyədə natiq ola bilməz. Necə ki, bir müğənni olur, amma çoxlar istəyirlər ki, o müğənni kimi məsələ hava oxusunlar, yaxud şərq oxusunlar, mahnı oxusunlar, oxuya bilmirlər. Həyat belədir, insanlar belədir. Nə üçün məsələ mədəniyyətdə ola bilər ki, böyük bəstəkarlar olsun, böyük yazıçılar olsun, təkrar olunmaz şəxsiyyətlər olsun, amma siyasətdə ola bilməz. Devlət işində ola bilməz. Bu təbiidir. Dünya bunu göstəribdir. Dünya tarixi siyasətdə, devlətçilik işində böyük şəxsiyyətlər nümunəsi göstəribdir və bundan sonra da göstərəcəkdir. Ona görə də bu şəxsiyyətlərə pərəstiş etmək yox, bu şəxsiyyətlərin qiymətini bilmək, o şəxsiyyətlərin tarixdə, onların yaşadığı devirdə də, ondan sonraki devirdə də tarixi yerini ədalətli, həqiqətli vermək lazımdır. Mənim fikrim belədir. Müəllim, indi söhbət belə gedir ki, mən professional siyasətçi ilə üzbəüz oturduğumu get-gedə daha artıq, daha dərindən hiss edirəm və ona görə özümü belə bir sual verməkdən saxlaya bilmirəm ki, necə olur ki, bəzi dövlətlərdə bir prezident ikinci müddətə hakimiyyətə gəlir, seçilir. Amma bəzi dövlətlərdə, xüsusən Azərbaycanı nəzərdə tutaraq, bu təzə SSR respublikalar sırasına çıxmış ölkələr nəzərdə tuturam. Belə bir praktika hələ yoxdur. Yəni bizdə hələlik Azərbaycanda məsələn ikinci müddətə prezident seçkilərindən danışmağa dəyməz. Bunun səbəbi nədir? Axı bu Azərbaycanda prezident isul idarəsi tamamilə gənc bir isul idarədir. Bu hələ o qədər formalaşmayıbdır. Bu birinci. İkinci, hansı ikinci müddət haqqında deyə bilərsiniz ki, yəni birinci müddəti də bu seçilmiş prezidentlər nəinki başa çatdıra bilmədi ki, onun müddətin yarısına qədər də yaşaya bilmədilər prezident kürsüsündə. Ona görə də bu müəyyən dərəcədə təbii haldır. Birinci ona görə ki, Azərbaycanda bu üsul idarənin təcrübəsi hələ tamam həkk olunmayıbdır, yəni tamam insanlar tərəfindən dərk olunmayıbdır. İkinci tərəfdən də səhvlər də olur. Çünki hər seçilən prezident deyil ki. Və bəzi ölkələrdə ola bilər də ki, prezident 3 dəfə də seçilir, amma o həqiqi seçki əsasında olmur. Belə hallar da olur. Siz özünüz Heydər Əlirzaoğlu Əliyevin ikinci müddət Azərbaycanın prezidenti seçiləcəyine inanırsınız? Bilirsiniz, həyat indi o qədər gərgin bir devr yaşayır ki, bugündən sabaha nə olacaq onu bilmək olmaz. Əgər mən prezident seçilsəm, mən hələ seçilməmişəm, birinci bu səlahiyyəti başa çatdırmaq lazımdır. Əgər sağlıqla bunu başa çatdıra bilsək, ondan sonraki devrə nəzər salarıq. Ильич, как вы относитесь к национальной буржуазии? Она вас побаивается, мне кажется. А почему она побаивается меня? Я ведь неоднократно говорил о том, что я за свободное предпринимательство, я за свободный рынок, я за привлечение иностранных инвестиций в Азербайджан для развития экономики Азербайджана. А почему она побаивается? Ну, я могу подозревать, что, может, побаивается не настоящее
национальная буржуазия, которая стала, значит, действительно, ну, которые стали предпринимателями и, как вы выразились, уже представителями современной национальной буржуазии, ну, таким честным путем. А есть среди них ведь очень много людей из бывшего, ну, тенового мира, из бывшей теновой экономики, которые они, видимо, за собой что-то чувствуют, если побаиваются. А у них есть основания побаиваться? Но это у них надо спросить. Умные люди обычно учатся на чужих ошибках, но, безусловно, вас относим к умным людям. Каких ошибок ваших предшественников вы ни за что не хотели бы повторить? Знаете, это заняло бы очень много времени. Во всяком случае, всех ошибок. Каких ошибок не может быть? Ни одна ошибка не должна быть повторена. Нельзя различать, вот эту ошибку можно повторять, а это нельзя. Ни одна ошибка не может быть повторена, но это не говорит о том, что мы сами гарантированы от того, что не будут ошибки. Ошибки в жизни бывают, но важно, вы понимаете, чтобы эти ошибки можно было самому замечать, ну, и устранять их. Я, во всяком случае, в своей прошлой деятельности старался это делать. Насколько это удавалось, не удавалось, не мне судить, но во всяком случае старался делать. А сейчас, поскольку я уже включен в активную политическую деятельность, я буду стараться, чтобы ошибок было поменьше. Kabalevski Azərbaycan siyasətçilərinin bugünkü musiqi zövqünə necə yanaşardı? Əgər vaxtınız olursa, ümumiyyətlə son vaxtlar siyasi bu siyasi notlardan başınız açılırsa, simfonik musiqiyə qulaq asmağa vaxt tapırsınız? Bilirsiniz, siz yəqin gənc olduğunuza qədər xatirinizdə deyil ki, vaxtilə mən Azərbaycanda simfonik musiqisinin geniş təbliğatçılarından biri olmuşam. Mən simfonik musiqini sevirəm və daimi sevmişəm və Azərbaycan xalqının mədəni səviyyəsini yüksəltmək üçün xüsusən ziyalıları və bir ziyalıları yox, elə xalqın kütlənin bir çox hissəsini simfonik musiqiyə qoşulmasına, yəni simfonik musiqi ilə maraqlanmasına çalışmışam və o vaxtlar biz belə bir adət, ənənə yaratmışdıq ki, daimi simfonik musiqaya ilə əlaqədar olan konsertlərə gedərdik, qulaq asardıq və bu artıq o vaxtlar bu Sovetlər İttifaqının məşhur bəstəkarlarını da çox maraqlandırmışdır. Hətta Dmitri Kabalevski də başqa kompozitor bəstəkarlar kimi Bakıya gəlmişdir və burada müəllif avtorski konsert deyirlər, müəllif konserti keçirtdi, filarmoniyada mənim yadımdadır. Və o vaxt sonra bir Moskvada Pravda qəzetində, sonra Musiqi jurnalında da belə böyük bir məqalə yazmışdı Azərbaycanda simfonik musiqinin təbliğ olunması haqqında və yazmışdı ki, Azərbaycani, bunu bəlkə Azərbaycan dilinə tərcümə etmək çətindir. Azərbaycani İnstitut слушания классической muziki sozdan. O bizim bu simfonik musiqiyə olan münasibətimizi bildirirdi. İndi siz aktiv siyasi fəaliyyətə təzədən başlamışsınız. Mənim bildiyimə görə memuar yazmağa artıq vaxtınız qalmır. Amma ümumiyyətlə oxucular nə varsa Heydər Əliyevin memuarlarını oxumaq imkanı qazanacaqlar. Oxucular gərək çalışsınlar ki, mənim ömrüm uzun olsun. Ki bu siyasət işindən qutarandan sonra memuarları yaza bilim. Çünki bu siyasət məni həmişə vaxtımı alıbdı, indi də vaxtımı alır. Mən heç qarışmaq istəmirdim siyasətə. Mən sadəcə Naxçıvanda artıq memuarlarımı yazmağa başlamışdım. Ancaq qoymadılar, həyat qoymadı, talih məni qoymadı. Ancaq mən hesab edirəm ki, onlar çox lazımdır. Mənim üçün yox, amma tarix üçün, Azərbaycan xalqı üçün, gələcək nəsillər üçün. Çünki mən bunu dəfələrlə qeyd etmişəm. Azərbaycanda ola bilər siyasi, ictimai-siyasi həyatda Azərbaycanın təxminən məsələ 40-cı ildən bu tərəfiki devrini mən özüm müşahidə etmişəm və çox proseslərin içində olmuşam. Mən bildiklərimi, mən gördüklərimi, mən müşahidə etdiklərimi heç bir şəxs görməyibdir, heç kəs müşahidə etməyibdir. Ona görə bunların hamısı Azərbaycanın tarixi üçün və bugünkü gələcək nəsillər üçün lazımdır.
1979-cu ildə Yaponiyanın baş naziri Yaponiya televiziyasına müsahibə verərkən belə bir kəskin cümlədən sonra qeyd eləmişdi ki, mən qorxuram ki, senzura bunu buraxmasın. Və sonra doğrudan da onun qorxusu Çin çıxmışdı və senzura Yaponiyanın baş nazirini, yəqin ki, Yaponiyanın birinci adamının həmin cümləsini efirə buraxmamışdı. İndi bizə verdiyiniz bu balaca müsahibədən xoflanmırsınız ki, hansı cümləni tutalım Azərbaycan televiziyasında senzura efirə buraxmasın? Bilirsiniz, Azərbaycanda indi elə bir senzura yoxdur. Bir mənim ki, sözüm yox, elə hamısını kim nə deyir buraxırlar. Mən də bunun tərəfdarıyam ki, buraxsınlar. Çünki mən həyat təcrübəsindən onu görmüşəm ki, xırda bir şeyi bəzi o bürokratlar güya nədənsə təhlükəli hesab edərək qadağan edəndə o daha da hörmətə bilinir. Ancaq o deyilən sözü, ifadəni buraxanda görürsən ki, xalq özü onun öz qiymətini verir. Ona görə də mən ümumiyyətcə senzuranın əleyhinəyəm və bilin ki, Azərbaycanda bu fövqəladə vəziyyət yarananda mən onun Naxçıvanda əleyhinə çıxdım və fövqəladə vəziyyəti də mənim təşəbbüsümlə sentyabr ayın 20-sində götürdülər və senzuranın tamamilə əleyhinəyəm. Mən dəfələrlə demişəm, mən azadlıq tərəfdarıyam, hürriyyət tərəfdarıyam, insanın bütün sahələrdə azadlığın tərəfdarıyam. İnsan tamam azad olmalıdır. İnsan nə qədər azad olsa, cəmiyyət o qədər sağlam olar. O insan azad olanda o insanların bəzilərinin mənfi hərəkətləri, onlar ümumiyyətcə cəmiyyətə böyük təsir bağışlaya bilməz. Ona görə də mən azadlıq tərəfdarıyam və hesab edirəm ki, gərək senzura nə mənim sözlərimi, nə də başqa müəlliflərin yaxud da ki, başqa siyasətçilərin sözlərinin heç birisini kəsməsinlər. Sizə uğurlar arzu edirəm və dövlət əhəmiyyəti dəqiqələri bizi həsr elədiyiniz üçün təşəkkürümüzü bildirirəm. Sağ olun, mən də sizə təşəkkür edirəm. Sizin işlərinizdə sizə müvəffəqiyyətlər diləyirəm. Heydər müəllim zamanı öz xeyrini dəyişməyi bacarır. İndi ağsaqqalların xatırlamalarında bu Əliyev vaxtında qurulub tipli cümlələrdən çox istifadə olunur. Və elə bu məntiqlə də verilişimizi bitiririk. Azərbaycan məkanında yenidən Əliyev vaxtı başlayır.